bizden âli derecede kabul etsin inşallah. Allah İmam Hüseyin'in mateminde hakiki qəmlənənlərdən qərar versin bizləri inşallah. Necə ki Füzuli deyir: ey dərd pərvəri ələmi Kərbəla Hüseyn, vey Kərbəla bəlalarına mübtəla Hüseyn, qəm parə parə bağrını yandırdı dağ ilə, ey laleyi hədiqeyi Ali Əba Hüseyn, tiği cəfa ilə bədənin oldu çak çak, ey bostani səbzi tiği cəfa Hüseyn, yaxdı vücudunu qəm-i zülmət səray dər, ey şəm-i bəzmi bargəh-i kibriya Hüseyn, dövri fələk içirdi sənə kase kase qan, ey təşneyi hərarət bərqi bəla Hüseyn, yad et Füzuli Ali Əba halın eylə ah, kim bərqi ah ilən yaxılur xirməni günah. Ey Füzuli, Əhl-i Beytin başına gələn müsibətləri yada sal və dərindən ah çək ki, səmimi ahın ildırımı günahlar xirmənin yandırıb məhv eləyər. İmam Hüseyin əleyhissalamın müsibətinə ah çəkmək, dərindən qəmlənmək, Füzuli deyir ki, günahlar xirmənin yandırar. Yəni insanın günahların aradan aparar bu qəm, bu gözyaşı, bu hüzün, bu matəm. Allah bizləri layiqli əzadar qərar versin inşallah. Biz dünən mövzu inşallah qoyduq. İmam Hüseyin əleyhissalamın məktəbindən bir dərs, əsas hədəf, əsas məqsəd dedik nə idi? İlahi əxlaqın dirçəlişi idi. Bütün səy, bütün İmam Hüseyin əleyhissalamın fədakarlığı fəqət bu kəlmənin içində cəmlənmişdi ki, bu kəlmə zahirən bəsit görsənsə də, sadə bir kəlmə görsənsə də, içi dərin və geniş mənaları kəsb eləyir. İlahi əxlaqın dirçəlişi və biz dünən qeyd elədik bu barədə. İnsan təfəkkürü onun əxlaqın formalaşdırır və əxlaq da insanın rəftarın formalaşdırır. Odur, bax gör, nəyə sevinirsən, nəyə qəmlənirsən, nəyi arzulayırsan, nədən qaçırsan, bunlar mühümdir. Nəyi xoşlayırsan, nəyi sevmirsən, bu insanın əxlaqın müəyyən eləyir, bu insanın dəyərin müəyyən eləyir, qiymətin müəyyən eləyir. Sevdiyin şey qədərdir sənin dəyərin Allah yanında. Sevdiyin nədirsə, onun qədər qiymət alırsan həmişə. Ən böyük abid belə olsun, əgər cılız nəsnələrə məhəbbətin varsa, elə Allah yanında dəyərin də cılız olacaq. Cılız məsələlərdə ilişib qalmısansa, adi bir cılız problem, müşkil səni qəmləndirirsə, sənin ürəyini sıxırsa, deməli, sənin elə dəyərin də həmin o balaca bir müşkil qədərdir, problem qədərdir. İmam Hüseyin əleyhissalamın qiyamı barəsində, Aşura barəsində çox söz, çox kəlmələr deyiblər. Bəziləri deyirdi, İmam Hüseyin əleyhissalam hakimiyyətinə görə qiyama qalxdı, qiyam elədi. Bəziləri deyirdi, vəzifəsinə görə. Əsas iki məsələ xüsusi diqqət çəkir. Bəziləri də deyirdi, şəhadətə görə, Allah yolunda şəhadəti seçdi. Məhz buna görə bu addımı atdı. İmamın kəlamlarında da bu var. Rəbbim məni qətl edilmiş görmək istəyir. Allah bu cür görmək istəyir məni. Amma İmam Hüseynin hərəkatı, aşurası o qədər dərindir. Burada təkcə bir nöqtəyə fokuslanmaq mümkün deyil. Biz buna 3 nöqtədən yanaşmalıyıq. Kərbəla hadisəsini anlamaq üçün
İmam Hüseyin əleyhissalamın hərəkatın, qiyamın anlamaq üçün 3 nöqtəyə xüsusi diqqət eləməliyik. Biri nəticə anlayışıdır, nəticə nə oldu? İkincisi hədəf anlayışıdır və üçüncüsü də hikmət anlayışıdır. Yəni İmam Hüseyin əleyhissalamın hərəkatında həm nəticə var, həm hədəf var, həm də İmam Hüseynin Kərbəlada göstərdiyi fədakarlıqda hikmət var. Yəni bunların üçün nə qədər bu üç anlayışın içində izah eləməyə qalxsam yeri var. Bu üç anlayışda İmam Hüseyin əleyhissalamın qiyamı, hərəkatı, axıdılan qanının dəyərini insan anlamağa başlayır artıq. Amma əsas hədəf çox incə bir fərqdir, incə bir nöqtədir. Çox incə bir nöqtədir. O atalardan məsəl dedir, zər qədrin zərgər bilər. Görərsən, məsələn, bir dənə üzük qızıl rəngindədir. Biri isə xalis qızıldır. Onu avam, o qızıldan anlamayan insan başa düşməz hansı dəyərlidir. Deyər, nə fərqi var ki, bu da elə həmin rəngdədir, bu da məsələn, biri 5 manatdır, biri 500 manatdır. Elə bu daha yaxşıdır, 5 manatı ver, al, nə fərq edər? Amma zər qədrin zərgər bilər, burada deyiblər, onun dəyəri, keyfiyyətin anlayan bilir ki, bu nə dəyərdədir, digəri nə dəyərdədir, həqiqi xalis qızıl hansıdır, onun keyfiyyətindən anlayışı olan bilir. O da bəzən insanlar hadisəyə görüntü yönündən baxır. Nə fərqi var ki, misal üçün, bu da öldürüldü, bu da öldürüldü. Bu da şəhid edildi, digəri də şəhid edildi. Amma burada qeyd elədiyimiz məsələlər nəticə, hikmət və hədəf işin, dəyərin, qiymətin tamam başqa məcraya daşıyır. Tamam başqa məcraya. Ola bilər, məsələn, bir insan, bu misalı vurmuşuq biz, bir yerə gedir, yolda kimsə görür, götürür, aparır. Hara gedirsən, məsələn, xəstəxanaya. Bir də var ki, qan içində olan, qan itirən yaralıdır, həyat və ölüm arasında mücadilə aparır. Bunu aparır xəstəxanaya. Zahirən eyni işi görür, bir adamı mindirir və eyni məsafədə, eyni ünvana çatdırır. Amma hadisənin dərinliyi, qiyməti o işin dəyərindədir. Nə qədər zəruri idi, nə qədər vacib idi. Bu işin dəyərin ortaya qoyur, bu işin qiymətin ortaya qoyur. Biz bir dəfə bu yöndən baxırıq, İmam Hüseynin axıdılan qanı nə qədər zəruri idi, nə qədər vacib idi. Onun dəyərin o zaman anlayırıq. Bir dəfə də baxırıq, onun hikməti nə idi, onun nəticəsi nə idi, onun hədəfi nə idi. Bu yöndən anlamağa çalışırıq. Dünən qeyd elədik, hər sakit insana əxlaqlı insan deyilməz. Hər salam verən insan yaxşı insan sayılmaz. Hər üzvə gülən insan yaxşı insandır demək deyil. Hadisələr ortaya çıxarır onun sənə olan münasibətinin dəyərin. Əxlaqlı insanla ilahi əxlaqdan uzaq düşən insan arasında fərq buradadır ki, biri qırmızı cizgiləri var onun. Heç vaxt ilahi hədləri, sərhədləri aşmaz, xəyanət eləməz. Bu hədləri qoruyub saxlayır, imanı var çünki. Digərində isə heç bir həd yoxdur. Heç bir özü üçün hədd qoymayıb, qırmızı xətti yoxdur. Möminlə qeyri-möminin fərqi bundadır. İmam Hüseyin əleyhissalam bir iş gördü, imanla imansızlığın fərqini ortaya qoydu. İmanla imansızlığın fərqini ortaya qoydu. Zahirən baxanda bəzi işlər eyni görünür,
Amma bəzi iş var Allah yanında yazılır, dəyərlidir. Bəzi iş var ki, Allah yanında inkar ediləndir, sevilməyən işdir. Quran-ı Kərimdə zahiri eyni olan iki məsələ barəsində Allah belə buyurur. Riba və alver barəsində buyurur. Əhəllallahul bey və hərrəmər riba. Allah alveri halal qərar verdi, amma sələmi, ribanı haram qərar verdi. Zahirən baxırsan, nə fərqi var? Bu da alır, pul verir, məsələn üstündə artıq verir, bu birisi də alır. İncə nöqtələr var ki, burada biri riba sayılır, hansı məsələ ki, sələm sayılır, Allah yanında inkar ediləndir. Hansı məsələ ki, alver sayılır, Allah yanında təsdiqlənib, halal möhrü vurulub onun. Ona görə də Allah yanında caizdir, icazəlidir, dəyərlidir. O birisi isə Allah yanında günah sayılır və inkar ediləndir. Bu misalı mən çox vurmuşam qardaşlar arasında. İki insan heyvan başı kəsir, biri heç bir ilahi şəriəti yerinə yetirmir, sadəcə elə bıçağı heyvanın başına sürtür və kəsir, digəri isə üzü qibləyə dayanır, Allahın adı ilə, şəri qayda ilə bu işi görür. Nə fərq oldu? Nəticədə iki heyvandan ikisindən də həmin qan axıdıldı və ikisinin də başı bədənindən ayrıldı. Niyə biri halal, biri haram oldu? Ona görə ki, biri Allah yanında tanınan qaydalar çərçivəsində həyata keçirildi. Digəri isə Allah yanında tanınmır. Ona görədir, o haram edilir. Odur, bəndənin üzərinə düşən vəzifə Allah yanında təsdiqlənən formada əməllərin yerinə yetirməkdir. Allah yanında təsdiqlənən formada. Bəzi qazanclar var, haramdır, bəzi qazanclar var, halaldır. Zahirən baxırsan, 5 manat qazanmışam da nə fərqi var, belə ya elə? Yox, bir yönü var, haram yönlə qazanmışsan, Allah yanında təsdiqlənməyib, bunun bərəkəti olmayacaq sənin üçün və bəndəlik xəttindən çıxmısan. Digər yönsə Allah yanında təsdiqlənib, dəyərlidir. Nicahla, üzr istəyirəm, zina arasında da məsələ bu cürdür. Biri Allah yanında böyük günahdır, digəri isə Allah yanında təsdiqlənmiş bir məsələdir, bir hökmdür. Odur, əgər bu ilahi nəzərləri kənara qoysa insan, zahirən heç nəyin heç bir fərqi olmadığını deyəcək. Misal vurdum da, heyvanın başını kəsir, nə fərqi var? Nəticədə eyni iş oldu, heç bir fərq görməyəcək. İlahi nəzəri kənara qoyanda insan, haqqın dərgahında möhrü, təsdiqi kənara qoyanda insan, onun heç bir fərqini anlamayacaq. Odur, İmam Hüseynin aşurasında xüsusi bir işarə var. O da budur, əməlləri Allah bəndəliyi kölgəsində etmək. Əxlaq budur. İki insan yaxşı iş görə bilər. Birinin niyyəti özüdür, mən mərkəzlidir, bunu eləyim, səhər ona işim düşəcək, plan qurub. Ona mən də işim düşəndə, o da mənim işimi görsün. Digəri isə əxlaqından irəli gəlir. Allah qarşısında özünün bəndəlik vəzifəsi bilir, xəlqə xidməti, insanlara xidməti və o yaxşılığı eləyir. Təşəkkür güdmədən, mənfəət güdmədən eləyir bunu. Əxlaq budur. Allah bəndəliyi kölgəsində etmək əməlləri. Bu fərqləndirir insanı, bu fərqləndirir yaxşını pisdən, bu ayırır. Bu xüsusi nöqtədir İmam Hüseyin əleyhissalamın məktəbində. Nə çox insanlar oldu, haqsız yerə, günahsız yerə qətl edildi. Nə çox qullar oldu, öldü, öldürüldü. Amma yazırlar, İmam Hüseyin əleyhissalamın bir qara dərili qulu var idi, Con adında. Bu gəldi, düşdü Kərbəla şəhidlərinin sırasında, adı qeyd olundu. Bəs nə fərqi var idi bunun?
Fərqi bunun onda idi ki, bu əməllərin Allah bəndəliyi kölgəsində eləyirdi. Fəqət bu idi fərqi. Meydana getmək üçün icazə istəyir İmam Hüseyin əleyhissalamdan, İmam icazə vermir. İmamı razı salmaq üçün ağır kəlmələrdən istifadə eləyir. Deyir, ağa mənim dərim qaradır, ona görə razı olmursan, sənin yolunda şəhid olun. İmam deyir, belə demə. Deyir, ətrim, isim pisdir, tər iyi gəlir, ona görə istəmirsən, sənin yolunda şəhid olun. Deyir, belə demə. Deyir, onda niyə icazə vermirsən, mən də bu böyük feyzə çatım, qurtuluşa çatım. Deyir, İmamı razı salır bu kəlmələrlə. Gedir, döyüşür, canım fəda eləyir. İmam Hüseyin əleyhissalam onun başı üzərinə gələndə 3 dua eləyir. Buyurur, Allahumma bəyyiz vəchəhu. İlahi, onun üzün ağ elə. Bu dünyada qara dərili idi. Amma qiyamətdə xəcalətlilərdən eləmə, üzü qaralardan eləmə, üzün ağ elə. Və tayyib rihəhu. Bu dünyada tər qoxusu verirdi, qul idi. Amma onu cənnətdə pak elə qoxusun, ətirli elə. Vəhşuruhu mə'əl əbrar. Və onu yaxşılarla birlikdə həşr elə, dirilt qiyamət günündə. Yaxşılarla birlikdə dirilt. Çünki onun hədəfi, istəyi bu idi. Bu yolda şəhid olum ki, bu yolda öldürülüm ki, qiyamətdə diriləndə Quranın mədh elədiyi həmin o yaxşılarla birlikdə dirilim. Bu yolda olum. Hədəfim belə seçmişdi. Onsuz da Allaha hər birimizin bir can borcumuz var. Nə cürsə bir əcəl haqlayır insanı, o canı Allaha təslim eləyir. Ağıllı insan o insandır ki, daha ali hədəf seçir o canı təslim eləmək üçün. Daha ali məqsəd seçir və əbədiyyəti qazanır. Bir nəfər də var idi Kərbəlada şəhid olanlar arasında. Adı Müslim ya Əsləm idi. Tarixdə belə qeyd olunur, Kərbəlada gəldi, çıxdı meydana, xərəcə qulamun turqiyyun ismuhu Əsləm, bir türk cavan idi. İmamdan icazə istədi meydana getməyə. Getdi, imamın məqsədi yolunda, hədəfi yolunda canını fəda elədi. O son nəfəsində imam yetişir, imam onun başı üzərinə yetişəndə o hələ canını tapşırmamışdı. İmam ona çatanda burada bəzi hadisələr baş verir. Deyir, və cəə iləyhil Hüseyin fəbəka. Deyir, Hüseyin gəlir, çatır Əsləmin başı üstünə, ağlayır. Çox təsirli səhnədir. İmamın bir şəxsin başı üzərində ağlaması. Əsləm bu imtiyaza sahib idi. İmamın göz yaşı onun şəhadəti üçün axıdıldı. İkinci səhnə də budur ki, Əsləm yaralı halda son nəfəsidir. Gözün açır, baxır imama, gülümsəyir. Tarix belə qeyd eləyib. Füzuli də Əsləmin gülümsəməyin nəzmə çəkir. Niyə gülümsədi? O gülümsəmənin altında hansı məna yatırdı? Deyir, ey xoş ol saət ki, can sərf-i rəh-i canan ola. Göstərib aşiq vəfa, məşuqinə qurban ola. Əsləm niyə gülümsəyirdi? Əsləm sevinirdi ki, hədəfimə çatdım. Yəni, canımı cananın yolunda fəda elədim. Xoş o saətə ki, xoş o anlara ki, can sərf-i rəh-i canan ola. Göstərib aşiq vəfa, məşuqinə qurban ola. Odur son kəlməsi deyirlər, Əsləmin bu oldu. Əfeytu ya Əba Abdillah. Əhdimə vəfa edə bildim, ya Əba Abdillah. Bunu soruşdu İmam Hüseyin əleyhissalamdan və gözlərini yumdu.